İcbari Tibbi Sığorta Agentliyi niyə ləğv olundu? Bu bizə nə verəcək? İllərlə hamı şikayət edirdi ki, xəstəxanada diaqnoz qoyulur, amma əlillik dərəcəsi almaq üçün nazirlikdə aylarla gözləyirik. İki qurum arasında sənəd savaşı bitmirdi. İndi dövlət deyir ki, əlillik ekspertizası ilə tibbi tarixçəniz eyni bazada birləşəcək. Bu isə o deməkdir ki, artıq heç kim sizdən get filan xəstəxanadan kağız gətir deyə bilməyəcək. Sistem sizin MRT kağızınızı da, qan analizinizi də bir düymə ilə görə biləcək. Üstəlik dərman təminatı da birbaşa təbibin öhdəliyinə keçdi. Yəni xidmət bir yerdə, maliyyə nəzarəti isə Anar Əliyevin rəhbərlik etdiyi nazirlikdə olacaq. Bəs bu şəffaflığı artıracaq, yoxsa bürokratiyanı daha da böyüdəcək? Şəffaflıq məsələsinə optimist baxsaq, indiyə qədər İcbari Tibbi Sığorta Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemləri fərqli idi. Bir vətəndaşın xəstəxanadakı rentgen şəkli ilə əlillik komissiyasının rəyi arasında uçurum var idi. İndi hər iki proses eyni bazada birləşdiyi üçün saxta diaqnozla əlillik almaq və ya xəstəxanada olan diaqnozu nazirlikdən gizlətmək qeyri-mümkün olacaq. Rəqəmsallaşma artdıqca insan faktoru azalır və bu da şəffaflıq yaradır. Məsələyə skeptik yanaşsaq, bütün səlahiyyətlərin bir mərkəzdə nazirlikdə cəmləşməsi risk yaradır. Çünki əgər daxili nəzarət mexanizmi güclü olmasa, bir qurumun həm pul idarə etməsi, həm də xidmətin keyfiyyətinə qərar verməsi şəffaflıqdan çox qərarların qapalı qapılar arxasında verilməsinə səbəb ola bilər. Bürokratiyaya gəldikdə isə baş verən bu dəyişiklik klassik optimallaşdırma modelidir. Bu bürokratiyanın texniki olaraq azalmasıdır. Amma yeni agentliyin Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin funksiyaları o qədər genişdir ki, həm sığorta, həm maliyyə, həm əlillik bu qədər nəhəng yükün altında qərarların qəbulu ləngiyə bilər. Səhiyyə qisasçısı olaraq qısa desəm, bu dəyişiklik sistemli dövlət idarəçiliyi baxımından düzgün qərardır. Dağınıqlığı aradan qaldırır. Lakin yekun nəticə bu sistemin başına keçən kadrların rəqəmsal dəyişikliyi nə qədər sürətli və şəffaf tətbiq etmələrinə bağlıdır. Bəs siz bu mövzu barədə nə düşünürsünüz? Fikirlərinizi mənimlə bölüşün.